Salamlar hər kəsə. Bu gün təkamüllə bağlı danışacağıq, təkamül prosesindən və nəzəriyyəsindən. Bu mövzuda mənə yardımçı olacaq Əli, bioloqdur. Bu mövzuda çox araşdırma eləyib. Ona görə düşünürəm ki, ondan bu mövzunu daha yaxşı müzakirə eləyə bilərəm. Bu bir növ müsahibə deyil, müzakirədir. İkimiz öz fikirlərimizi söyləyəcəyik. Çünki mənim ixtisasım antropologiya, onun ixtisası biologiya olduğuna görə kəsişdiyimiz mövzu bu mövzudur. Yəni təkamül mövzusudur. Ona görə ilk pasonu ötürürəm. İlk o başlasın. Ümumiyyətlə bir bioloq olaraq tək insan təkamülündə yox, bütün bioloji canlıların təkamülündə onun mexanizmi necə olur? Onu izah eləsin. Təkamül nədir və mexanizmi? Mən də hər kəsi ilk növbədə salamlayıram və ümid edirəm ki, çox maraqlı podkast alınacaq. Ümumiyyətlə təkamül nədir? Qısa dar mənada desək, təkamül qalıcı genetik dəyişkənlikdir. Amma bunu daha da genişləndirsək deyə bilərik ki, təkamül nəsillər ərzində orqanizm populyasiya və topluluqlarında baş verən genetik dəyişmədir. Lakin bu verdiyimiz tərif bizə təkamül nəticəsini göstərir. Təkamül daha yaxşı anlamaq üçün təkamülün necə getdiyi mexanizminə nəzər yetirməliyik. Burada biz iki əsas ünsürə baxacağıq. Bunlardan birincisi genetik dəyişkənlikdir. Təkamülün ilk mexanizmi olaraq bunu deyə bilərik. Çünki genetik dəyişkənlik təkamülün xammalıdır. Təkamülün getməsi üçün hər hansı bir irsi dəyişkənlik baş verməlidir. Üzr istəyirəm. Hər zaman söyləyirlər ki, bu adaptasiyadır, təkamül deyil. Onlara necə cavab verərdin? Necə bir də Deyirlər ki, bu adaptasiyadır, təkamül deyil. Xeyr, ümumiyyətlə biz artıq mutasiyalara baxırıq ki, mutasiyalar baş verən zaman yeni əlamət qazanılır. Buna biz adaptasiya deyə bilmərik. Adaptasiya nə vaxt baş verir? Seçmədə. Ki, indi ondan bəhs edəcəm. İlk öncə genetik dəyişmə mutasiyalardan danışaq. Okay. Mutasiyalar əslində özlüyündə 3 yerə bölünür. Birinci deyim, mutasiya nədir? Mutasiya sadə dildə DNT-də orqanizm irsiyyətinə baş vermiş təsadüfi dəyişkənlikdir. Bu özlüyündə 3 yerə bölünür. Yararlı, zərərli və təsirsiz. Zərərli mutasiyalar əsasən bir neçə xəstəliklərə yol açır. Məsələn, görürük ki, 2 başlı quzu dünyaya gəlir və məhv olur, gedir də anomaliyalar. Xəzər TV-ni sevimli. Bundan əlavə uşaq vaxtı çox gördük xəbərlərdə. Bundan əlavə olaraq təsirsiz mutasiyalar DNT-də mutasiya baş verir, lakin görürük ki, orqanizmə heç bir təsiri olmur. Bəli, 70% desin bu. Bəli, amma yararlı mutasiya ki, təkamül üçün əsas xammal, əsas olan yararlı mutasiyalardır. Belə ki, orqanizm irsiyyətində mutasiya baş verir, orqanizm yeni əlamət qazanır. Orqanizm yeni əlamət qazanandan sonra artıq təbiət işə girir. Bu qazanılmış əlamət həmin mühit üçün uyğundur. Yəni yararlı olması mühitdən asılıdır. Bəli. Konkret yəni, bir mühit xüsusiyyət seçməlidir. Bəli, məsələn, saçımın ortasında belə bir sarı rəng çıxır. Mənim cins seçməyə yardım edir və yaxud da ki, hansısa bir xüsusiyyətə yardım edir. Amma mən məsələn Afrikada doğulsam bu xeyir eləyir, Asiyada doğulsam xeyir eləmir. Yəni Afrikada doğulsam yararlı bir şey. Bəli, yəni oradakı yararlı. Orada mutasiya yararlı sayılır. Məsələn, biz əsasən genetik mutasiyalara örnək versək, bunu verə bilər ki, antibiotika davamlı bakteriyalar. Bəli. Məsələn, bu gün antibiotikdən intensiv istifadə edən insanlarda görürük ki, artıq onlarda bakteriyalar təkamülə uğrayır və köhnə antibiotika qarşı dözümlü olurlar. Məcburdular yeni antibiotik növlərindən istifadə etsinlər. Bundan sonra artıq biz seçməyə baxacağıq, təbii seçmə. Bayaq dediyimiz genetik mutasiya baş verdi, artıq qazanılmış əlamət təbiət tərəfindən seçiləcəkmi? Burada seçici təbiətdə bu Darwinin verdiyi təkamül mexanizmidir. Ki, 1859-cu ildə Növlərin mənşəyi əsərində öz səyahətində bundan açıq bəhs edir. Belə ki, təbii seçmələrdə burada təbiət seçir, kim yaşasın, kim çoxalsın, kim öz genetik materialların növbəti nəslə ötürsün. Təbii seçməyə əsas misal biz götürə bilərik ki, seçici amil dedik təbiətdir. Məsələn, Darwin öz ispinozları var. Beagle gəmisi ilə səyahətə çıxanda Qalapagos adasında ispinozlara rast gəlir quş növlərinə. Görür ki, o quşlarda yumşaq qida ilə qidalananlarda nazik dimdik var. Hə, daha yumşaqdır. Bəli. Amma sərt toxumla qidalananlarda daha qalın dimdiklər var ki, burada təbiət artıq seçici amildir. Bəli. Bundan başqa ən məşhur örnək sənaye kəpənəklərini verə bilərik. Ki, İngiltərədə sənaye inqilabından əvvəl ağac gövdələri ağ rəngdə olduğu üçün orada ağ kəpənəklər daha yaxşı gizlənə bilirdi və ovçu quşlar tərəfindən daha çətin görünürdü. Lakin sənaye inqilabı baş verdikdən sonra artıq ağac gövdələri qaralmağa başladı və bu zaman qara kəpənəklər ön plana çıxdı. Çünki təbiət onlar daha qara gövdə üzərində gizlənə bildikləri üçün ovçular tərəfindən görünmürdü. Və burada populyasiyada artıq İngiltərədə qara kəpənəklərin sayı çoxalmağa başladı. Birinci danışdıq genetik mutasiya, bu da oldu təbii seçmə. Növbəti?
Növbəti genetik sürüşmədir, gen axınıdır, seksual seçmədir. Bunlar əsasən və yaxud cinsi seçmə yan təkamülün mexanizmlərinə aiddir. Amma əslində üstündə duracağımız əsas birinci genetik mutasiya baş verir, daha sonra seçmə. Super. Yəni anladığım qədərilə hansı bir coğrafiyada potensial bir dəyişim baş verir. O potensial dəyişmə əgər olunursa, o qalıcı bir xüsusiyyətə çevrilirsə, buna biz deyirik təkamül. Əla. İndi belə bir şey deyim, keçim öz mövzuma. Amma tarixdə Darwindən öncə də bundan bağlı bir çox fikir var idi. Hətta oranqutan, şempanze, gorilla sözlərinin təkamülünə belə baxanda, yəni o sözlər hardan gəlir ona belə baxanda görürük ki, insanlar əslində bunu müşahidə ediblər, özünü müəyyən qədər bənzədirlər quyruqsuz meymunlara. Demək belə bir şey deyim, Malqaşi əhalisi var, Madaqaskarda yaşayır. Madaqaskarda yaşayan bu əhali özlərinin Indri adında bir meymundan gəldiyini düşünür. Bənzəriyə görə. Indri. Google-da yazın çıxacaq. Həminki o Indri, İ-N-D-R-I bu meymundan gəldiyini düşünən Malqaş əhalisi də böyük ölçüdə İndoneziya, o arxipelaqdan gəlib, Malay arxipelaqından gəlib, oradan köç ediblər Madaqaskara. Və yaxud da ki, Tasmaniya yerləri var idi Avstraliyanın cənubunda. Məsələn, onlar belə baxırdılar, görürlər ki, kenguru 2 ayaq üstədir, bu da 2 ayaq üstədir, bipedaldır. Yəni bir nədir 2 pedal ayaq. Deyir ki, mən bundan təkamülləmişəm, bundan gəlmişəm. Yəni bir növ ondan ya ortaq əzdat düşünür, ya da ki ondan gəldiyini düşünür. Niyə? Çünki bənzərlik görür. Məsələn, Navajo yerliləri var, Şimali Amerikada yaşayan yerli əhalidir. Bunlar etnoloji araşdırmalarda ortaya çıxıb. Deyir ki, mən hansı heyvanlardan bir kökdən gəlirəm, özünü heyvanlardan ayırmır. Sırf buna görə kolonializm dövründə 18 təxminən 16-17-ci əsrlərdə İngilislər Şimali Amerikaya irəlilədikcə yerli əhalinin ərazisini tutmaq üçün hansısa bir legitimlik qazanmalı idi. Sən bu sevimli sözü deyim, hüquqi baza qazanmalı idi. Bu hüquqi baza üçün də John Locke demişdi ki, o yerli regionun əhalisi var, bu yerlilər. Onlar təbiətdə məsələn torpaq kultivasiya eləmir deyə təbiət onlara sahibdir. Biz isə təbiəti kultivasiya edirik deyə biz təbiətə sahibik. Yəni sizin haqqınız var oranı işğal etməyə. İndi mən burada nə deyirəm? Əslində John Locke da yerlilərin inancına bax demişdi ki, yerlilər özünü təbiətin bir parçası sayırdılar. Bir ego göstərişi olmurdu və deyirdi ki, mən bunun parçasıyam, böyük ihtimal onlarla bir kökdən gəlirəm. Təbiətə qayğı ilə yanaşırdı. Təbiətə eyni görürdü özünü, ayıra bilmirdi. Və buna görə də bir çox canlının biz həqiqətən bu bənzərlik əsasında öz kökünü, daha doğrusu öz mənşəyini bir çox canlı ilə bir sayır. Yəni bir kökdən gəlir sayır. Ondan gəldiyini düşünən də var. Ki bu yanlış düşüncədir Darwinin nəzəriyyəsinə görə. Amma bir də var ortaq kökdən gəlmə. Və burada bir detalda söyləyim. Məsələn, oranqutan sözü yerli Malay dilində meşə insanı deməkdir. Yəni oranın yerli xalqı bunlar insan deyil, amma meşədə yaşayan versiyaları. Məsələn, bizim o nağıllarımız var, Şirek Mirekdə uşaq vaxtı izləyirdik, gördük fərqli bir insan növüdə, ona gülürdük, məzələrdik. Onlar da böyük ihtimalle fərqli bir insan kimi görürlər. Və yaxud da ki, Bantu dilli xalqların dilində şempanze sözü var. O şempanzeni oradan götürmüşük. Mənasız məzələnən adam deməkdir. Axı deyib gülür bu. Bizim kimi də gülməsi var, səssiz adı. Məsələn, Darwinə demişdi ki, gülüşünə görə bənzətmişdi də bu quyruqsuz meymunlar xüsusilə şempanzenin insan demişdi ki, hamısı eyni formada gülür, eyni vokalda gülür. Bunlara görə ki, bu məzələnir deyir, gürü artistlik eləyir. Demişdi ki, bu məzələnən insandır. Ya da ki, birbaşa elə meymundur ki, o eyni kökdən gəlir o sözlər. Amma gorilla sözünün mənşəyinə baxsaq, o daha maraqlıdır. Mən niyə gorilla, şempanze və oranqutandan danışıram, bundan sonra deyəcəm. Bu Karfagen var, Şimali Afrikanın müasir Tunis torpaqlarında yerləşən bir kolonial dövlət olub, Finikiyalılar tərəfindən tikilib Semit xalqı. Bu Karfagen eradan əvvəl 5-ci, 6-cı əsrlərdə böyük ölçüdə dünyaya səyahətlər qoyub. Məsələn, hansısa bir regionu gedib tapırdı, oranı koloniyalaşdırırdı. Və Hano adında bir Hano the Navigator deyə gedir ingiliscəsi, yəni səyyah Hano və yaxud da ki dənizçi Hano. Həmin dənizçi Hano başlayır Tunisdən, keçir Cəbəlü Tariki, yəni Gibraltarı, yəni keçir Atlantikə. Oradan keçəndən sonra bütün Afrikanın qərbi boyunca irəliləyir və Afrikanın qərbinə çatır. Orada çatan deyir ki, burada qıllı adamlar var, meşədə yaşayır, ağacda yaşayırlar, qıllı adamlar, bizə daş atırlar, qışqırıb qaçırlar. Həm kişilər və qadınlar bərabər yaşayır. Nəysə onların bəzi dişilərini tutduqlarını deyirlər, amma onlar çox dirəniş göstər deyə öldürürlər və onların qılını gətirirlər. Yəni bütün o bədənlərini gətirirlər, dərisini Karfagenə ki, Karfagen sonra Roma tərəfindən işğal olanda o əldən çıxır. Bax onlar o qadınlara gorilini deyirlər, qıllı qadın deməkdir. Yəni gorilla da buradan gəlir və bugünkü elm adamları düşünür ki, onlar düzdür, gorilla deyil, amma ya şempanzedir, böyük ihtimal ya şempanzedir ya da bonobot. Yəni belə də düşünürlər. Amma böyük ihtimal şempanzedir, çünki aqressivdir, döyüşkəndirsə şempanzedir. Beləcə, yəni biz bilirik ki, qədim dövrdə insanların əslində müəyyən qədər özünü təbiətlə bir görə biləcək insanları, o rasional baxa bilən insanların əksəriyyətində əslində bu bənzərlik var. Daha sonra isə Yunan filosoflardır. Empedokle'dan Anaximandrosdur, bilirsən. Onlar hər şey. Eynən, yəni təbiətin hər şeyin sudan başladığını deyənlər var.
canlılar arasında gedişin, keçidlərin olduğunu deyənlər var. Orta əsrlərə isə baxanda ki, mən bu dövrləri görsən ki, qısa keçirəm, çünki bunlar çox asanlıqla tapıla biləcək mənbələrdir. İslam dünyası. İslam dünyası skolastik dövr Avropasından daha da öndə idi bu mövzuda. İslamın qızıl dövrü möhtəşəmdir. Yəni elm adamlar cəhətdən çox oldu da. Yəni hara elm adamsan, elm adamısın. Möhtəşəmdir İslam dünyası o dövrdə. Və oradakı elm adamlarının bəziləri də araşdırmalar nəticəsində, məsələn, heyvanların kitabı əsəri var. Səhv eləmirəmsə, heyvanların kitabı idi Əl-Cahizin. O deyirdi ki, orada bu dəyişimlər baş verir və biz böyük ehtimal ortaq atadan gəlirik və yaxud da ki, beləcə bölünmüş bənzərliklər var. Nə bilim, biz meymunlara yaxınıq və digərlərini demişdi. Yəni biz meymunlara bənzəyirik. Bununla bağlı İbn Xaldun da çox yaxşı danışıb. İbn Xaldun çünki antropoloji yazılarında, yəni erkən antropoloji yazılarında ki, mən Avropada ondan öncə belə mövzular işləyən adam görməmişəm. Yəni dünyanın ilkidir sosioloji aspektdən baxdıqda. Deyir ki, təbiətin təsiri var. Əgər təbiətin təsirini ortaya qoyursan, sən dediyin iki mexanizmdən birini artıq işə salırsan. Təbii seçmə. Genetika hələ yoxdur. Heç genetika Darwin vaxtı da yox idi. Ümumiyyətlə 1900-lərdən sonra 1900-lərdən sonra ortaya çıxır. Yəni ki, genetik amil olmadan belə mükəmməl ortamlar, yəni başqa səviyyədir. İndi biz nəyə görə gorilla, şempanze, orangutan deyirik? O araya girəcəm, elə onunla bağlı bir sual yaranır. Məsələn, bənzərlik varsa bu gün araşdırmalar göstərir ki, genetik bənzərlik var. Gorillalar, bonobo, orangutanlar olsun, şimpanzelər olsun. Hətta gorilla, şimpanzelə daha kəskin genetik oxşarlıqlar. Bəs biz ümumiyyətlə təkamülə baxanda bunlarla belə deyək də eyni ailədən olduğumuz, eyni bir qrupa daxil olduğumuz bir dövr varmı? Hə, var. Təbii ki, hər canlı ilə var. Çox yaxşı yerə vurğuladın. 18-16 milyon il öncə bugünkü gibbonlarla bu digər quyruqsuz böyük meymunlar sayılan orangutan, şempanze, gorilla və Homo sapiens bizim ortaq atamız ayrılıb. Bizdən bir-birimizdən gəlmirik, ortaq atamızdan. Elə belə deyim, bir qol gedir gibbonlar ailəsinə, bir qol gəlir biz tərəfə. Sonra bizdən ayrılır orangutanlar 12-14 milyon il öncə təxmin edilir və onlar da Avrasiyaya keçən qoldur. Məsələn, Türkiyədə tapılmışdı, Sivapitek tapılmışdı Hindistanda. Düşünülür ki, orangutanlar oradan getdilər. Nətər belə Ərəbistan tərəfdən, İran o regiondan köçürlər. Təbii ki, o dövrdə biraz xəritə də fərqlidir, iqlim də dəyişkəndir və gedirlər pongitlər adlandırdığımız orangutanlar olurlar. Pongitlər. Və o pongitlərdən bugünkü orangutanlar törüyor ki, Cənubi Çində ortaya çıxıblar və orada nığadon pərəkləri var, yekə pərəklər. Ən yekə bilinən aslan növüdür. Həmki o Panthera leolar yekə olduğuna görə bunlar da yekəlmək məcburiyyətində qalır. Giganopitek ortaya çıxıb. Bilinən ən böyük primatdır. Bu gorilla güclü deyirik, gorilladan 2 dəfə güclüdür. Və bu bizdən elə bir dənə orangutan ayrıldı. Bir dənə gəlirik bu formada biraz yuxarı qalxanda artıq bizdən 10 milyon əvvəl gorillalar ayrılır və 2 qol qaldı axı burdan irəliləyən, hələ də ortaq ata kimi irəliləyən. Ondan sonra şempanze ayrılır. Yəni şempanze ilə mənim ortaq atam 6-7 milyon il əvvəl yaşayıb, gorilla ilə 10 milyon il əvvəl yaşayıb, orangutan 12 milyon il əvvəl yaşayıb. Ona görə də istərsiniz mən şempanzeyə genetik olaraq yaxınlaşacağam. Bu iddianı genetikadan qabaq demişdilər. Bu genetika bunu isbat edir ki, bəli, düzdür. Genetik olaraq da ən yaxın onasan, bonoboya və şempanzeyəsən. Yəni bu əslində var. Bunda bilirsən də hominid, hominin, hominidae belə bölgüləri var. Bəli. Hominidea, hominid, homineia, hominin və sonda homodur. Bəli ki, biz insan. Bu düzdür. Bu bölgü əslində düzdür. İndi mən çox maraqlı bir şey gəlir. Mən sən qədər yaxşı izah edə bilmərəm bunu. Makro mikro təkamül. Hə. Əslində yaxşı yerə gəldi. Ümumiyyətlə təkamül mexanizmini verdi ki, bugünkü söhbətimizdə əsasən sapiens xətt üzrə gedəcək də böyük ehtimal onun təkamül xətti üzrə. Özümüzə doğru gələcək. Bəli. Mikro makro təkamül bayaqların bəhs etdiyim təkamül mexanizmləri var idi. Hansı ki genetik mutasiyalardan, təbii seçmədən danışdıq. İstəyirəm digərlərindən də elə mikro təkamüldən danışacaqsa qısa məlumat verim. Genetik sürüşmə, gen axını və seksual cinsi seçmə. Okay, əla. Genetik sürüşmədən başlayaq da. Genetik sürüşmə odur ki, məsələn, təsəvvür kiçik bir populyasiya düşün. Tutaq ki, 10 fərddən ibarət bir populyasiya. Okay. Bunlardan atıram 3-ü göy gözlüdür, 7-si qara gözlüdür. Nəsə baş verir ki, bu təsadüf sözü bilirəm, sıxlandıracaq, amma təsadüf hesablana bilməyən kiçik. Hesablaya bilmirik deyə təsadüf. Bəli, hesablaya Bəli. Təsadüf nəticəsində göy gözlülər məhv olur, gedir, qara gözlülər qalır. O kiçik populyasiyanın artıq genetik strukturunu qara gözlülər müəyyən edir. Bu genetik sürüşmənin bottleneck deyirlər, darboğaz effekti. Darboğaz effektidir.
Məsələn, buna tipik misal biz Afrika çitalarını verə bilərik. Aha. Belə ki, keçmişdə Afrika çitaların genetik müxtəlifliyi çox olub. İqlim dəyişkənliyi, təbii fəlakətlər nəticəsində bir çox hissəsi məhv olub. Görünür ki, bir qol qalıb ki, genetik müxtəliflik azalsa da həmin qoldan qalan axırıncı qoldan indiki çitaların genetik koduna baxırıq ki, oradan gəlir. Görürsən darboğaz effekti oldu. Onlar həyatda qaldı təsadüfən. Yəni burada ümumiyyətlə seçmə yoxdur. Təbiət nə isə seçmir. Təsadüfən baş verir. İkinci bir növü də genetik sürüşmənin bu founder effekti deyirlər və yaxud bizim dildə təsisçi kimi tərcümə olunur. Təsisçi nədir? Böyük bir qrupdan kiçik bir qrup yaranır, gedir öz populyasiyasını yaradır. Yəni ayrılıb öz populyasiyasını yaradır. Və növbəti nəsildə artıq öz genetik kodlarını ötürür. Məsələn, Amerika ştatında Pensilvaniyada belə bir Amish adlı icma var. Onların ümumiyyətlə genetik koduna baxırlar ki, bunlarda bəzi genetik xəstəliklərə rast gəlinir. Məsələn, biri polidaktiliya və görürlər ki, bu genetik xəstəlik o Amish icmasının qurucularında, təsisçilərində var deyə bu gün artıq növbəti nəsillərdə, bugünkü icmada da özünü göstərir. Yəni bu xüsusiyyət ötürülür. Bəli, artıq o populyasiyanın genində bu xüsusiyyət var deyə, təsisçilərində olub deyə qurucularında, artıq bugünkü nəsillərdə də var. Çox vaxt qaçınılmaz olur ha bu. Artıq hədə qalıcı bir genetik xüsusiyyətsə, çox vaxt qaçınılmaz olur deyə bilərik. Tito örnəyi çox xoşuma gəldi və 700-800 min il əvvələ aid bir Homo sapiens təkamülünə doğru gələndə Heidelberglərdə düşünülür ki, kişilərin də elə bir genetik darboğaz məsələsi olub, bir-birini öldürüblər deyə. Qadın üstündə bir-birini öldürürlər və azalmışdı cins seçmə. Cins seçməyə gələcək. Bundan sonrakı gen axınıdır. Gen axını nədir? Təsəvvür elə ki, müxtəlif populyasiyalar bir-birinə yaxın yaşayır. Buna indi növbəti söhbətdə deyəcəyik davamda. Məsələn, Neandertalların Homo sapienslər. Müxtəlif populyasiyalar gəlir, yan-yana yaşayır və onlar arasında görürlər ki, genetik mübadilə gedir. Bu gün ən çox özün kəpənəklərdə göstərir. Görürlər ki, bir populyasiya məsələn burada yaşayır, bir populyasiya kəpənəyə burada. Məsələn, biri ağ rəngli kəpənəkdir, biri qəhvəyi rəngli kəpənəkdir. Kəpənəklərin ağlardan bəziləri sərhədi keçir qəhvəyi kəpənəklərin populyasiyasına və o an görürlər ki, rəng dəyişimi baş verir. Çünki gen axını bir arasında. Bəzi quşlarda bu prosesi özünü göstərir. Genetik zənginləşmə deyə bilərik buna. Bəli, çünki müxtəlifliyin artması genetik zənginləşmə. O potensial olaraq hansısa bir düşünülməyən çətin bir an baş verdikdə bu genetikadan istifadə edib həyatda qala bilər. Ona görə qarışmalar daha yaxşıdır. Yəni ümumiyyətlə ayrı-ayrı növlərin həmişə olan bir şey deyil də, qarışması. Məsələn, deyirlər uzaq şəxslərlə evlənin. Niyə genetik müxtəliflik daha çox olur deyə daha sağlam nəsil verir. Afrikalı evlən. Çox uzaq. Avstraliya var yenə. Okean o tayı. Sonuncu cins və seksual seçmə ki, biraz da bugünkü cəmiyyətin də örnəyidir bu seçmə. Hə, konkret Hollandiyada var məsələn. Necə yəni cinsial seksual seçmə əsasən dişiləri əsas götürür. Erkəklər dişi uğrunda vuruşur. Dişi kimi seçəcək? Ona görə vurur. Bugünkü cəmiyyət. Məsələn, belə deyək, ümumiyyətlə şirlərə baxırlar ki, erkək şirlər bir-biri ilə vuruşur, qalib gələn dişi tərəfindən seçilir. Məsələn, şir populyasiyası üçün dişiyə güc önəmlidir. Amma gəlib görürlər ki, məsələn, tavus quşlarına burada artıq güc yox, görünüş önəmli. Görünüş önəmli. Çünki belə deyək də, biz görürük tovuz quşları quyruğu qəşəng bəzəkli. Həmin tovuz quşları əslində quyruğa görə zəifdir fiziki olaraq. Amma dişi onu seçir deyə yaxşı görüntüsü var. Güc lazım deyil. Dişi üçün görünür, motiv güc deyil. Artıq həyatda qalan onlardır və ondan cinsi əlaqədə olur. Bu cinsi dimorfizmdir. Bəli. Bu cinsi dimorfizmdə fikir vermişəm ki, poliqamlıq və monoqamlığın da təməli burdan gəlir, səhv eləmirəmsə. Məsələn, o dediyin tovuz quşu da erkək nə qədər qəşəng və güclü olursa, bir o qədər çox dişisi olur. Yəni xoruza baxaq da, xoruz toyuqdan qəşəngdir. Elə baxanda uzaqdan görürsün. Xoruz çünki erkəkdir və ən yaxşısı seçilib, ən yaxşı dişilər hərdən ən yaxşısını seçib. Axırda xoruz dişini ortalamada keçib. Elə bax, yazıq, hambal. Amma məsələn, baxırsan xoruza yaraşıqlı, qəşəng bir şeydir. Məsələn, aslanlar erkəyə daha yaxşıdır. Amma baxırıq ki, hansı canlı monoqamdır, yəni bir dənə dişisi varsa, onlar dişidən çox görüntücə fərqlənmir. Məsələn, qazın erkək dişisi birbirine çox bənzəyir. Bir dənə dişisi olur ömür boyu. Qurdun, canavarın bir dənə dişisi olur. Məsələn, şimpanzeni götürək, alfa erkəyin həmişə qrupda, qəbilədə bir ağırlığı vardı. Çünki dişilərin sahibi, əksər uşağın atası odur da. Bəli. Avtoritetdir o şempanze ortamında. Məsələn, əminkod dediyim şey
bu şempanze və yaxud da ki, məsələn bonobolarda səhv etmirəmsə cinsi dimorfizm zəifdir. Orada dişi ilə erkək bərabərdir deyə. Bonobolar matriarxal. Matriarxaldır. Bir dənə də özəllik deyim, səhv etmirəmsə böcəklərdə və balıqlarda isə güclü dişi və zəif erkəyə rast gəlir. Erkəyin tək rolu onun artmasına yardımçı olmaqdır. Səhv eləmirəmsə belə oxumuşdum. Buna bağlı nə deyə bilərsən? Mən nə Belə yazmışam? ümumiyyətlə arılarda da var. Məsələn, işçi arıların əsas funksiyası dişini mayalandırmaq. Hörümçəklərdə də var. Bir çox canlıda özünü göstərir. Bu artıq təkamülün verdiyi yöndür də. Verdiyi Bu yöndür. uyğunlaşmadır. Bizim qəbul etdiyimiz sosial normativlərə görə yanaşırıq biz. Ona görə ancaq erkək biz gülürük də, məsələn, deyirik ki, ancaq hörümçəyə bax, dişi yedi. Amma əslində normal bir şeydir. Normal bir şeydir, bəli. Çünki təkamül yönü budur. Bəli, bəli. Və gələk əsas məsələ mikro-makro təkamül. Baxın ki. Dediyim kimi, bax bu bayaqdan verdiyim genetik mutasiyalar, təbii seçmə, genetik sürüşmə, gen axını və burada verdiyim bütün misallar, nümunələrin hamısı mikro təkamülə aiddir. Mikro təkamül nədir? Adından göründüyü kimi mikro, kiçik təkamüldür. Bu qısa zaman ərzində baş verir və biz insanlar bunu görə bilərik baş verməsi. Amma burada yeni növ yaranmır. Sadəcə kiçik dəyişikliklər gedir. Amma makro təkamül, böyük təkamül, belə deyək də mikrolar baş verir. Yəni atalar sözü demişəm, dama göl olur, gəlir makro təkamülə çıxır. Artıq burada yeni növ yaranır. Ki təkamüldə əsas üzərində durulan mövzu yeni növ necə yaranır. Sadəcə biz makro təkamülü müşahidə edə bilmərik. Çünki bu min illər, milyon illər ərzində baş verən bir prosesdir. Gözlə görünməlik. Amma mikro təkamülü məsələn bu gün gözlə gördüyünüz başqa örnək verərəm. Artıq müəyyən faizdə insanlarda ağıl diş formalaşmamağa başlayır. Mikro təkamül. Çünki bunun əsas səbəbi artıq yumşaq qida ilə qidalanırıq deyə çənə ölçümüz kiçikləşib və daha çox dişə ehtiyac yoxdur. Bəli. Quyruq bölgəsindəki o bizdə Büzdümsümü. Bu rudiment halında qalmış orqandır. İtirilmiş bu bəli, yəni görünür ki, bizdən əvvəlki əcdadlarımızda quyruq olub, amma insan təkamülündə quyruğun rolu itibdir. Təxminən 18-20 milyon əvvəl itirdiyimiz düşünülür. Yəni, quyruqsuzdan quyruqlu meymun arası. Lemurlardan falan. Bəli, quyruqsuzlara biz gəlirik də, o eyb deyilən odur. Məsələn, bir şey söyləyim. Mən getdim, zaqar aldım belə deyim. Yəni dərimi qaraltdım. Bu adaptasiyadır. Anlıq adaptasiya. Anlıq. Yəni o növbəti nəslə keçməsi Süper. Belə deyim, növbəti nəslə keçməsi üçün mutasiya cinsi xromosomlarda getməlidir. Cinsi xromosomuna getməlidir ki, bədən xromosomunda gedirsə növbəti nəslə keçənməz. Sən nəsildə də qal o əlamət. Əla, super. O zaman gəl növbəti danışaq artıq keçək hominidlərə bizə doğru gələk. Bayaq söylədim, şempanzedən ayrıldıq. Danış hardan başlayır? Sahelanthropus. Bu hekayə hardan başlayır? Belə söyləyim, biz niyə görə deyirik ki, bu insana doğru gəlir? Yəni bunu özümüzdən uydurmuruq. Baxırıq ki, bu şempanzeyə doğru gəlir. Bugünkü şempanzedir, müasir növdür. Biz Homo sapiens müasir növdür. Yəni ikimiz də müasirik. Bir-birimizdən gəlməmişik, amma ortaq yerdən gəlirik. Bunu qısa şəkildə belə izah edeyim. Məsələn, Azərbaycanlılarla Türkiyə türkləri. Baxırıq ki, 300-400 il əvvəl, demək 100 il əvvələ qədər bunların dili çox bənzər idi. 300 il əvvəl eyni idi. Yəni Anadoluya barmağımızı qoyuruq, düz Xorasan, İranın şimalı. Yəni Xorasana qədər gedirik. Baxırıq ki, bunların dilləri eynidir, bunlar türkmen tayfalarıdır. Amma 300-400 il əvvəl bölünürlər. Yəni mənim bir növ dilimin, Azərbaycan dili, Türkiyə dili və türkmen dili təxminən 600 il, 700 il əvvəl eyni dil idi. Yəni sonra bölündü. Təməl bir xalq var, daha sonra ondan qollar ayrılır. Biri elə qalır Türkmənistanda, biri gəlir İrana, İranda özünə məxsus ləhcə qazanır, biri Türkiyəyə gedir, özünə məxsus ləhcə qazanır, biri Şimali İraqa gedir Türkmənə. Mən anlasınlar deyə bunu deyirəm. Bu bölgüdür. Və bunun hərəsinin özünə məxsus yolu var. Məsələn, Azərbaycanlı türkmən deyil artıq. Azərbaycanlı türkiyəli deyil. Amma Azərbaycanlı onların ortaq gəldiyi o ad var, ilk ad. Türk odur. Bu meymunlara da keçsək, bu quyruqsuz meymunlarda eyni misalı verə bilirik. Məsəl üçün deyim, bu Oğuzların ayrılmasından danışırdım. Bu hardanlara keçmişəm. 1500 ilə qabaqda, 1500 il qabaqda bu bıçaqla, yəni bugünkü Qazax-Qırğızın ortaq atası ilə bu Oğuzlar, yəni bizim türklərin ortaq, Oğuz türklərinin ortaq atası bir olub. Ona görə mənim dilim Qazax dilinə daha uzaqdır. Bu artıq dil təkamülüdür. Eyni başlanğıc götürmüşük, amma illər keçdikcə fərqli əlamətlər qazanmış. Və biz niyə görə bir topluma deyirik, bu Azərbaycan türkləridir, türkmən deyil və ya bu Türkmənistan türklərinə yaxındır, bu Türkiyə türklərinə yaxındır, özəlliklərinə görə. O yolda gələndə bilirik ki, bu gəlib sonra Azərbaycanlı olacaq. Bənzər. Eyni şey keçirik biz kimə quyruqsuz meymunlara, insana doğru gələn yola, Sahelanthroplar. Baxırıq ki, bunların həm şempanzeyə bənzər xüsusiyyəti var, həm bizə bənzər xüsusiyyəti var. Amma bizə bənzər xüsusiyyəti bizə doğru gəldiyi nisbatdır. Şempanzeyə bənzər xüsusiyyəti onun arxaikliyidir. Yəni onu itirir sonra. Hə, yəni
Yeni əlamət yeni növə gəldiyi göstərir. Yeni növə doğru Köhnə gəlir. əlamət Bəli. artıq köhnə növdə. Çünki Oxşar şempanze mənzərə. həminki regionda qalır uzun müddət. Həm də ki, belə deyim, bizə doğru gələn o xüsusiyyətlərinə baxırıq, görürük ki, o xüsusiyyətdən bir geri dönüş demək olar yoxdur. Artıq baxırıq birinci nədir? Bu iqlimdən danışırıq qısa şəkildə. O dövrdə baxırıq Afrika daha yaşıldır ilk başlarda. Həm də daha meşəliklər də çoxdur falan və meşəlikdə yaşayan bu canlılar var. Və bunlar birdən-birə olmur təbii ki. Rift arası qalxır, barmağımızı qoysaq Tanqanika gölü tərəflərə, belə Şərqi Afrikaya, belə qalxırıq Suriyaya qədər. O bölgələrdə bir dənə belə keçir, dağ qalxır, parçalanma gedir. Nətər ki Hindistan Afrikadan qopub dəyib Himalay dağlarını Uzun illər yaradırsa. ərzində ora artıq deyirlər su ilə dolacaq. İndi Efiopiya 2 yerə bölünür də. Təbii ki uzun müddət sonra baş verəcək, bu indi üçün keçərli deyil. Həminki o qalxdıqda meşələr yox olur. Meşələrdə yaşayan canlı nə etməlidir? Düşməlidir savannaya. Bu da zamanla olur. Bu adi dediyim proses belə 100 min il içərisində olur ki, biz yazıya 6-7 min il əvvəl çatmışıq. Yəni zaman anlayışını formalaşsın deyə mən bunu deyirəm. Yəni dəhşət bir şeydir. Yəni bir insan tək burada bir saatda danışa bilərik, amma bu min illər, Milyon illər ərzində bəli, milyon illər ərzində baş verib. Bu elə bir şey deyil. Və bu quruya düşdüksə, savannaya düşdüksə, məcbur 4 əl üzərində, ayaq üzərində hərəkət edən canlı 2 ayağa qalxmalı olur. Yəni bayaq o söylədiyim kengurudakı bipedalizmdədir. Niyə görə? Qalxanda o otlardan hündür olsun, çünki boyları qısadır. Belə baxsın, görsün və təhlükəni anlasın. Ona görə də 2 ayaqsa daha yaxşı yeriyə bilənlər zamanla, məsələn 2 ayaqsa daha yaxşıdır biraz, ot öyrəyə bilir. 2 ayaqsa daha yaxşıdır, ot öyrəyə bilir. Digərləri ya oğlanır, ya da cins seçmədən kəsilir. Və beləliklə baxırıq ki, bipedalizm bizə doğru gəlir deyə, biz deyirik ki, bipedalizm özəlliklərinə sahib qədim hominidlər bizə doğru gələn yol ola bilər. Və o dövrdə fosil tapırıq. Məsələn, sümük qalıqlar tapırıq, yəni fosilləşmiş sümüklər tapırıq. Və onu araşdırana görürük ki, bu həqiqətən bipedalizm xüsusiyyətlərinə müəyyən qədər sahibdir. Buna deyə bilərik ki, Homo sapiensə doğru gəlir. Amma bilmirik ya bizə doğru tam gəlir. Çünki genetikasının tapma olmazsa darmadağın olmanın genetikası yoxdur. Məhv olub. Məhv olub gedir. DNT-si yoxdur artıq. Və ilk çıxır sahelantrop. Niyə? Birinci 2 ayaq üstə duranda, gəl ayaqdan başlayaq. Daban tağı. Ayaq tağı, daban tağı, dağban. Qofs deyirlər. Ayaq qofs sizin biologiyada. Bax o görür ki, əldən fərqlidir. Mənim bu əlim yerə basanda ayaq qədər effektiv deyil. Yəni mənim ayağım formalaşıb təkamül eləyib ki, 2 ayaq üstə rahat yeriyim. Yəni baxır ki, sahelantrop mənim ayağıma doğru gəlir. Yəni o dabana doğru gəlir. Daban artıq çıxır və barmaqlar əvvəl nəyisə qavramaq üçün edir. Çünki bu meşədə yaşayanda budaqdan belə yapışır. Amma artıq budaqdan yapışmır, ayağın torpağa basır. Nə etməlidir? Barmaqlar bir-birinə yaxın olmalıdır. Biraz balaca barmaqlar olmalıdır və daha böyük tutuculuq qabiliyyəti daha tutuculuqdan daha yaxşı şey olmalıdır artıq. Basmaq, üzərinə təzyiq yürüdəndə daha böyük və bir-birinə bitişik bir əza olmalıdır. Bunu hardan bilirik ki, bu əvvəl əl olub ayaqlarımızda? Doğulan uşaqlarda ayağına toxunursa da dəqiqə plantar refleks. Belə ayağını sıxır, tutmaq istəyir. Çünki 6-7 milyon il əvvəl həminki o ayaq əslində bir əl idi. İnstinktiv qalıb hələ də, o belə sıxır deyil. Yoxlamışam. Mən də yoxlamışam qardaşım uşaqların üstünə. Belə eləmək istəyir, ayağı ilə tutmağa çalışır. Birinci sahelantropdan fosilində görürük ki, daban tağı var. İkinci xüsusiyyət nədir? Məsələn, mən 2 ayaq üstə duranda mən boynumu rahat işlətməliyəm də. Ona görə də foramen magnum bölgəsi ənsə dəliyinin hərəkətliyi. Ondan bilirik ki, artıq 2 ayaq üstə durur, bipedaldır. Yəni şempanzdan daha bipedaldır və ətrafa baxır. Üçüncü görürük ki, beyni əslində şempanzinin eynidir, onun xüsusiyyətinə görə yox. Amma bilirik ki, biraz sifəti belə dar olub. Yəni şempanzdan biraz dar olub. Bundan bilirik ki, artıq şempanzdan ayrılmış bir şəcərədir. Yəni şempanziyə gedən yoldakı hominidlərdən daha fərqlidir bu. Yəni bizə doğru gəlir. Bu sahelantrop çadensisdir. Başqa bir xüsusiyyəti isə onurğadır. Məsələn, normalda hamımız belə oturmağa davam edirik də gersəydik. Çünki bizim əslində onurğamız ona, yəni belə z hərfinə oxşuyur. Amma bu zamanın S vari olacaq. Amma sahelantropda hələ də S vari deyil. Bundan da bilirik ki, bu 2 ayaq üstə qalxır, sonra təzədən düşür. Sahelantrop belə bir şeydir. Qollar uzundur hələ də. Məsələn, şempanziyə uyğun xüsusiyyətlərindən biri qolların uzun olmasıdır. Baxaq, ondan sonra gəlir avstropiteklər. Avstropitek sözünə baxaq. Avstralo cənub deməkdir. Məsələn, Avstraliya materiki cənubda yerləşir. Avstriya, Almaniyanın cənubunda da Österreich deyirlər almanlar. Avstriya nədir? Almaniyanın cənubunda yerləşir deyə cənub regionu mənasını verir. Avstropitek də cənub meymunu mənasını verir. O elə bir terminlərin bənzəriyidir də. Pitek meymundur. Bu avstropiteklər də tapılanda bunlar görmüşük ki, artıq bizə doğru daha da gəlib. Çünki onların ayaq izləri də tapılıb.
göldə. Görür ki, bizim ayağa daha da yaxınlaşıb. Yəni Saxalentorpdan bu arada Saxalentorp arasında 1 milyona yaxın 1-2 milyon il fərq var. Yəni Saxalentorpun 2 milyonu sonra 3 milyonu sonra ortaya çıxır. 7 milyon Saxalentorpdursa, Avstralopitekin 4 milyon, 3 milyon sayılır. İkiləri 4.2 milyon olmalı. Bəli. Afarensis. Bəli, afarensis. Onlar da bölünürlər. Məsələn, Avstralopitek sən düz dedin, bölünüblər regionda. Afarensis var, Anamensis var, Sediva var, Garke var, bölünüb, Africanus var. Belə bölünüb. Bunların bu terminlərdə çox dolaşmayaq. Sadəcə bilirik ki, bizə doğru gəlir və həmçinin bunlarda daha çox bipetalizm xüsusiyyətinə rast gəlirik. Bir də diyetində qismən dəyişiklik var. Artıq quruya düşüb deyə protein əsaslı yeməyə başlayır. Bundan da əsas, yəni kərtənkələ zat basfiri, elə də çox bir şey yemək. Amma bundan da əlavə belə bir detal da var. Bu Avstralopiteklərin çıxanağında daralma başlayır. Niyə? İki ayaqsıdır. Yəni bipetalizm dedi ya, o iki ayaqsıdırma çanağın daralmasıdır deməkdir. Çünki çanaq yekunda yerimək çətindir, yəni bilirik. Bəs sənə bir şey deyim, sizin biologiya elmində bu mənim saydığım bu pre-homo, yəni homodan öncəki insana doğru gələn bu şəcərədən sonra siz nədən danışırsınız? Məsəl üçün mən dedim Avstralopitekdən sonra sizə səhv eləmirəmsə Homo habilis olmalıdır. Bəli, ümumiyyətlə bundan sonra artıq keçirik homo cinslər. Bundan biraz ümumiyyətlə homo cinsləri, homo insan deməkdir. O anatomiyasından danışsan. Homo cinslərin ilk nümayəndəsi Homo habilis sayılır. Bəli. Habilis sözünün kökəninə baxırıq ki, ability sözündən gəlir. Bacarıqlı insan deməkdir Homo habilis. Bunun haqqında da maraqlı bir lətifə danışım özümə eşitdiyim. Təxminən 2-3 il əvvəl təkamül keçirik universitetdə. Mühazirədə gördüm ki, Homo habilisin adının kökəninin Homo habil verib. Amma maraqlı yanaşmadır. Bütün habillər atacaq. İlk insan. Amma əslində bu bacarıqlı insan sözündən gəlir. Əslində biz Homo habilisə nəzər yetirəndə görürük ki, hələ də bunlarda meymuna oxşar xüsusiyyətlər var. Çünki daha arxaik ilk növdür deyə. Məsələn, bədənləri tüklüdür, qolları nisbətən uzundur. Amma qıllıq məsələsini biraz daha aydınlaşdıra bilərsənmi? Bədən tüklüyü ümumiyyətlə maraqlı məsələ ondan ibarətdir ki, bu gün şimpanze, ümumiyyətlə bu homo növləri biz insanlar arasında tük dibi fərqi yoxdur. Hə, kökən yeri. Yəni tükün dibi biz insanlarla şimpanzelərdə eynidir. Sadəcə biz insanlarda artıq niyə tərvəzləri uzun yerlər səyahət etdiyimiz üçün tərvəzlər məcbur yaxşı inkişaf etsin və tərvəz harda çox inkişaf edirsə o tüklüyün azlığını göstərir. Bunu bitlərdən bilirik də. Bəli. Məsələn belə bir şey deyim. Biz habilisə baxırıq ki, ümumiyyətlə qolları uzundur. Uzun anatomiyası uzun ərazi yerimək üçün uyğun deyil. Bu da o deməkdir ki, artıq bunda tüklər tökülür çünki çox tərləmir. Qidasına da baxırıq, müxtəlif deyil. Hələ köklərlə, bitkilərlə qidalananlarda daha ilkəldir. Daha ibtidaidir. Bəli. Məsələn, ümumiyyətlə anatomik kəllə quruluşuna baxırıq ki, çənələri nisbətən kiçilməyə başlayır, amma görürük ki, dişləri, çənə əzələləri, kəllə sümüyü qalındır. Kəlləsinin həcminə də baxsaq ki, bu artıq bunların meymunlardan fərqləndirdiyi, insana doğru gəldiyini, ümumiyyətlə insan olduğunu göstərir. 600 sm kuba qədərdir. Yəni şimpanzenin təxminən 2 dəfə böyükdür. 2 dəfə böyükdür. Bəli. Belə daha sonra bu hissədən yastıdır. Qaşüstü çıxıntıları var, amma məsələn növbətin danışacağım növ Erectus qədər qalın deyil. Bu əsasən təkamül Afrikada gedib, Afrikada bitib. İkinci danışacağımız homo növü Homo erectus. Bir dənə bir şey diqqət yetirək. Çox yaxşı vurğuladın qıllıq məsələsini və düşünürəm ki, bütün bədəni qaplayan bu Homo habilis zamanla qıllını itirir Homo erectusa çevrildiyi zaman təkamülündə. Bütün qıllını itirir və deyəsən qasıq və qoltuq altı, qismən sinə və bir də genital bölgələr. Başda qalmasının səbəbi günəş şüalarıdırmı? Deyə bilərik. Ümumiyyətlə bu gün belə deyəndə qəribə çıxır biraz Afrikada yaşayan insanlara nəzər yetirsək, ümumiyyətlə o bədən tiplərinə baxırıq da. Hərəkət ümumiyyətlə görürük ki, bədənlərində demək olar ki, tük yoxdur. Amma saçlarına baxırıq ki, daha belə necə deyim, bizdə daha qıvrımdır və yunvaridir. Antropolojide biz ona yunvari və qıvrım deyirik. Sıxdır. Günəş şüası içəri girməsin deyə. Dəriyə çox təsir etməsin deyə də. O məsələn qorillalarda və yaxud da şimpanzedən fikir vermişiksə kürəyində daha çox qıl olur. Bunun səbəbi 4 ayaq üstə olduqlarından günəş şüası ora daha çox düşür. Biz 2 ayağa durduq deyə bizə çiyin və baş. Ona görə oralarda daha çox uzunur saçımız tökülür buralara. Bu qıllıq məsələsi Erectusda əslində dediyimiz tərvəzi daha nə qədər təsir etdiyini özünü göstərir. Ümumiyyətlə Homo erectuslar belə qılsız formalardır. Niyə? Erectus ümumiyyətlə Homo təkamülündə
2 dənə ilk imza atıb. Birincisi ən uzun yaşayan növdür. Yəni 1,7 Təxminən milyon ilə yaxın. 1.9-2 milyon il əvvəl başlayıb təkamül, 100 min il əvvəl bitib. 1,9 Yəni milyon. bəli, 2 milyon ilə yaxın yaşayan növdür Bəli. və ilk qitə dəyişən növdür. Bəli. Afrikadan çıxan ilk növdür. Bəli. Biraz Erektusun anatomiyasından danışaq, daha sonra qitə dəyişmə miqrasiyasını nəzərə yetirərik. Ümumiyyətlə baxsaq homoların təkamülünə birinci beyin böyüdüyünü görürük. Görürük ki, beyin ensefalizasiyası. Bəli, 1000 sm kuba, 1100 sm kuba qədər beyinləri böyükdür. Bizə çatıb ki. Kəllələrinə baxırıq, alın hissədən yastıdır. Amma yenə də çənə nisbətən kiçilsə də, amma yenə də çənə əzələləri, dişləri, ümumiyyətlə kəllə sümükləri daha güclüdür. Bəli. Amma dişlərinə baxırıq ki, kiçilib. Bəli. Məsələn, habilisdə arxa dişlər böyük idi, ön dişlər kiçik idi. İnsana oxşayan xüsusiyyətlərdir. Bunlarda da baxır ki, ön dişlər kiçilib. Diyeti dəyişib. Artıq ətçilləşməyə başlayıblar, ətlə qidalanmağa başlayıblar. Karnivorlaşıblar. Bəli. Və ən əsas da məsələlərdən biri odur ki, erektus yerində dayanmayıb. Bu görünür ki, fərz olunur ki, qida ilə bağlıdır. Qida arxasıca düşüb, heyvanların arxasıca düşüb və daha böyük ərazilər qət edib ki, bayaq dediyimiz məsələyə gəlir. Tərvəziləri daha çox aktiv işlədiyi üçün qıllar tökülməyə başlayır, tüksüz formadır. Bəs miqrasiyası nədir? Ümumiyyətlə bir də fosili haqqında deyim. Turkan uşağı var. Erektus əslində 3-cü özəllikdə onu deyə bilərik. Tamam. Turkana göl ətrafında tapılıb. Efiopiyada. Orada 12-13 yaşlı Turkan uşağı var. Tam tapılmış skelet forması daha yaxşı formada erektusa məxsusdur ki, girib də baxa bilərsiniz də. Məsələn, orada fikir versək, qaş üstü çıxıntısı habilisdən daha qalındır. Bəli. Belə bəzən qaş üstü çıxıntının qaş üstü qövsü qalın qaşlıqla qarışdırırlar. Amma elə bir şey deyil də, burada sanki belə bir sümük sıxıntı var. Gözün üstünü tutur elə bir. Daha qalın edir də buranın. Bəli. Şəkillərdə görərlər də, bu gün məşhurdur, bir-birini atır insanlar. Deyir ki, dərsdə oturmuşam, ciddi dərs danışıram. O sırada ağamın suratı o bir yerə çıxıblar. Ən məşhur Neandertaldan insanlar. Böyük abimiz. Keçən miqrasiyasına, Erektusun miqrasiyasına baxsaq, deməli Afrikadan çıxır Erektus qardaş və görürük ki, ilk öncə gəldiyi dayanacaqlardan biri Qafqaz ərazisi. Biri Qafqaz. Daha doğrusu orada tapmışıq İran deyirik. Tapmışıq. Yəni əlimizdəki fosil onu deyir. Fosil on əsasdır. Yəni bu günlər deyə bilmərik ki, bütün biz növləri tapmışıq. Yəni bu verdiyimiz sadəcə oxşarlıqlara görə ardıcıllıqla sistematik düzdüyümüzdür. Bura əlavələr, əksilmələr ola bilər başqa elmi kəşflər nəticəsində, fosil qalıqların tapılması nəticəsində. Deməli Qafqazda Gürcüstan ərazisində tapılıb. Dimansi insanı və yaxud Gürcü, Homo Georgicus və Gürcü insanı deyək də. Gürcü insandır, Dimanis adamı. Bundan başqa gedir, burada maraqlı bir hekayə girir. Deməli Erektuslar bir qolda gəlir İndoneziya və İndoneziyada Florens adlı ərazi var. Bəli, adasıdır. Görünür ki, o dövrdə buz dövrü olduğu üçün dəniz səviyyəsi aşağı olduğundan oyunda oraları bombalayır. Erektuslar o adaya rahat keçə bilirlər. Hətta deyərdim onlarda protoqayıqlarda olub bəzi araşdırmalar Erektuslar var, bəli. Yəni belə bəlkə də ağacı atıb suya çıxıb üstünə gedir Florens adasına. Və onlar Florens adasına bir qrup çatdıqdan sonra su səviyyəsi qalxır. Və bu insanlar qalır həmin Florens adasında. Təbii ki, ilişib qalırlar. İlişib qalırlar, qayıda bilmirlər. Təsəvvür et, kiçik bir arealdır. Kiçik bir arealda qida azdır. Məcburdur ki, burada artıq təbii seçmə, genetik mutasiya təbii seçmə gedir və böyük növlər məhv olur, kiçik növlər qalır. Ona görə Homo florensis qolu formalaşır orada. O da cırtdan hobbit insanlardır. 1 metrə qədər boyları olur. Qida azlığına görə də bu tam olaraq. Bəli, qida daha az enerji sərf etsin deyə. Orada fosillər tapılar ki, fil, at, inək boydadır. Yəni siçan boyda isə ceyran. Yəni hamısı təsir eləyir. Hə, yəni razıyam. Yəni az yeyən, balaca olan həyatda qalıb orada. Burada isə məsələn böyük həyatda qaldığı region var, bir də kiçik həyatda qaldığı region. Ona oxşur da. Bəli. Pişiklə aslan kimi. Hə, pişik daha kiçik olması uğurludur. Əyləşdirdiyimiz pişik daha dar regionlarda, amma aslana baxırsan ki, savanlandı da yəni. Açılır. Okay. Bundan əlavə bir qolda gəlir Çinə. Sinopitek. Gəlir Çində bir qolda təkamül edir. Miqrasiyası belədir, baxanda tapılan fosillər əsasında. Erektusun Avropaya keçdiyinə bağlı dəlillər var əlimizdə. Erektusun Avropaya Asiyadan danışdıq. Asiya var, Okeaniyandan dedik. Okeaniyan dedik.
Avropa ilə bağlı dəqiq bir məqalələr, fikirlər var ümumiyyətlə gəldi. O antisessorların Hə. atalarının Erektus olduğu düşünür. O fikirlə mən tam bilmirəm. Erqas dəstəkləyirsən, mən Erqasteri dəstəkləyirəm. Ümumiyyətlə Erqasterdə Erektusun Afrikada qalan oldu. Yəni Bəli, evdə Afrikadan qalmış. çıxanda evdə qalmış uşaq ki, onun misalını sən indi ayaq istəyirsən, məncə deyərsən onu. Amma antisessor məsələsində mən ikili qalmışam. Məncə birbaşa keçid var. Belə deyim, Erektus təkamülü çox yaxşı izah elədim. Formada keçirlər, ona şübhə yox. Və Erektusda aramızda kənd dözümlü insan növü sayılır. Uzun müddət qaçış bacarığı və digər xüsusiyyətlər var. Bir dənə araşdırma görmüşdüm. Alim deyirdi ki, onların çənə quruluşu və danışığı böyük ehtimal bugünkü qorillalara bənzəyir. Yəni səslər xırıldayırlar, sıslayırlar. Yəni danışıq çox da inkişaf eləməmişdi, kommunikasiya bacarıqları. Nəysə, bu Erektusların Avropaya keçən qolun var, Asiya keçən qolu var. Bir də ki, sən demiş, evdə qalmış qolu var. Belə deyim, bir ailənin 3 uşağı olur. Biri gedir Asiyaya, biri gedir Avropaya, biri qalır Afrikada. O Afrikadakı qalan qoluna biz Erqaster deyirik. Yəni Erektusun Afrikada evində qalan qoluna. O Erqasterdən isə düşünülür ki, təzədən onun bir köçü olur və Avropadakı antisessora çevrilir. Belə iddia edən var. Və Erqasterin yenidən bir qolu gedə bax Avropaya, o antisessor. Bu iddialı təkcə, bu dəqiq deyil. Bəziləri deyir ki, antisessor başa Erektusdan gəlir. Mən 50-50 dəqiq bilmirəm. Bu Afrikadakı qalan Erqaster isə bir növ zamandan bizə doğru gəlir. Heidelberglərə və digərlərə təkamül edir. Mən burada bir dənə sənə təzədən ötürəcəm. Heidelberg Neandertal da sən danış. Çünki bunun anatomiyasını qəşəng izah edirsən. Mən bir dənə kültürünə, mədəniyyətinə incəliklə toxunum. Doğrudan ondan bəli, yəni ondan yaxşı məncə sən danışarsan. Ümumiyyətlə bir dənə sadəcə girişim. Biz Olduvay mədəniyyəti, Olduvay habilisdə görürük. Digər artıq növbəti mədəniyyət Erektus öz mədəniyyətini yaradır. Ümumiyyətlə bunun onların yaşamına, düzəltdiyi daş alətlərə necə təsiri var? Beyin böyüdükcə daha kompleks işlər görə bilir, ona şübhə yox. Amma ilk bu gün təzə araşdırmalar nəticəsində ortaya çıxıb ki, əslində ilk daş alətləri Homo habilisdən qoyub avstropteklər istifadə edib. Avstropteklərin bir qolu Sedibada ya da Qareydə unutmuşam. Bəli, o Oldovan mədəniyyətidir. Oldovan mədəniyyəti qaba daş dövrüdür. Qaba daşlardır. Belə bir-birinə vururlar. Qismi müəyyən hissələri belə çıxıntılıdır ki, ondan kəsmək üçündür. 2,6-2,7 milyon il əvvələ aiddir bu kültür, Oldovan kültürü. Bu daha sonra Erektuslara ötürülür. Yəni Erektuslarda bir müddət Oldovan kültürünün miras daşıyıcısı olurlar. Ondan sonra Aşil kültürü gəlir. Aşil kültürünün üstünlüyü budur ki, simmetrikdir daşları, simmetrik hazırlaya bilər. Artıq görür ki, daşın üstünə iş görür. Və əvvəl ancaq nə bilim sümük qırmaq üçün idisə, ət kəsmək üçün idisə, Homo habilisin elədiyi. Erektusda artıq bu ağac yonmaya kimi gedə bilər. Bilirsən, mən daş dövrü yerinə taxta dövrü deyərdim, ağac dövrü deyərdim. Amma əlimizdə onun fosili qalmır. Fikir dəstəklənir ümumiyyətlə. Çünki əlimizdə fosil qalmır deyə ancaq daş deyirik də, daş fosilləşir. Nəysə, belə bir şey söyləyim. Ümumiyyətlə Homo habilisin daşdan istifadə etmə və avstropitekin daşdan istifadə etmə məcburiyyəti də əslində bacarıqsızlığı olub, yəni fiziki yetərsizliyi. Bilirik ki, məsələn bir antilop tutaq. İlk ovlayır aslan yer, sonra kaftar gəlir onun leşini yeyir, üstünə ət qalmır. Sonra bu gəlir nə etməlidir? Onun sümüyünü sındırmalıdır. Sümüyünü sındıranda iliyinə çatır. Mən də ilik xoşlayanam bu arada. Bilirsən də belə vururam boşqaba nə çıxırsa onu yeyirəm. Və həmin ki o da gəlir daşı vurur. Mən boşqaba. O da sümüyü qırır. Həmin ki o daşla. Onun üçün ki ilik yeyir. Bundan bilirik ki, ilik yeyən canlı insandır deyə. Bundan bilirik ki, bu ilik konkret iliyə çatmaq istəyir və o ilik də müəyyən qədər protein daşıyır axı. Bunun beyin inkişafına səbəb olur. Bu Oldovan mədəniyyətidir. Dedim, biraz qabadır daşlar. Ondan sonra gəlir Aşil dediyimiz. Həmin ki, Aşil mədəniyyəti düz gəlir, səhv etmirəmsə, Mustiya mədəniyyətinə qədər, yəni Neandertala qədər. Yəni mədəniyyət belə. Aşildə isə daha simmetrikli və daş baltalar var. Hətta düşünülür ki, taxtaya birləşdirə bilirdilər artıq. O dərəcədə irəliləmişdir. Taxtaya birləşdirə bilirdilər. Yəni belə araşdırmalar var. Sadəcə taxtanı tapa bilmirik. Məsələ budur. Və məsələn, baxırıq ki, müəyyən qədər üstünə işlənib, simmetrik iki tərəfidir, qəşəng kəsici işləri var belə. O qoyunu kəsirsən belə, o yunun ayırırsan dərisini. Bax o işləri görə bilirdi artıq böyük ölçüdə. Yəni Oldovandan Mustiyə belə bir keçid olub. İndi davam eləyək. Erektusdur, habilisdir, daha sonra Erektusdur. Erektusun Ergaster qolu Afrikada qaldı. Bu evdə qalmışlardan da Heidelberglər törüyür, təkamül elədi, indiki müasir elm qəbul eləyir. Bu Heidelberglərdə Heidelberg sözündən gəldi, Almaniyada bölgəsində. Heidelberglərdən danış. Ümumiyyətlə o Ergasterdən Heidelberg törür. Orada iki fikir var. Yəni ayrışma düşüb ki, ola bilər arada antisessor var. Ergaster antisessor Heidelberg, amma mən
Heidelberg olduğunu Ancestor'un regionu problemidir də. Məsələn, ancestorlarda kannibalizmə rast gəlinir. daha bir vəhşi. Daha vəhşidir. İspaniya, Fransada bilmirik, bəlkə də o birislərdə də olub. Sadəcə bunda tapışıq deyə buna vəhşi deyirik. Bu İspaniya, Fransa tərəflərdə yaşadığı yaşayan bir növdür. Baxırıq ki, bunlar uşaq belə yeyiblər. Xüsusilə də tapdığımız sümüklərdə qadın sümüyünə rast gəlinmir. Qadınları yemirlər. Niyə? Çünki qadın artım üçün gərəklidir. Azlığından məcburiyyət ola bilər. O da ola bilər ya da gedib başqası mağarasına girib dağıdır, parçalayır və qadınlarını götürür. Qadın bir resurs kimidir. Yəni indiki feministlərin kullanımımız o dövrdə elə idi. Məsələn, Zulular var. Cənubi Afrikada Zulu tayfası bir döyüşkən tayfadır, konkret çox güclüdür. İngilislər ora hücum eləyəndə Zulular krallarına deyir ki, səni və qadınlarımıza imkan verməyəcəyik əldə eləsinlər. Torpaqlarımızı, qadınlarımız və səni. Yəni üçü də resurs kimi görsənir. Niyə? Çünki qadın artım üçün gərəklidir. Ona görə qədim dövrdə də çox az halda qadınların öldürüldüyünü görürük də. Müasir dövrdən fərqli olaraq da müasir o bəzi gericilərin düşüncəsindən fərqli olaraq. Həmin ki, bəs bu hardan bilirik ki, bu kannibalizm burada rast gəlinib? Sümüklərdə diş izləri var sümüyün üstündə. Gəmirib insan sümüyünü başqa bir insan gəmirib. İnsan dişinin izləri var. İkincisi qırıb iliyin yeyib. İlik də bizə bayaq dedim, ilik də bizə yemək. Biz ilik yeyirik. Bizə məxsus bir keyfiyyətdir. Ona görə biz deyirik ki, antesessorlarda o xüsusiyyət var, böyük hamısında. Antesessor qoyaq qırağa. Ancaq sapiensə doğru gələk. Sürətlə. Önəmli homo. Babaya keçək. Babaya keçək. Heidelberglə dalaşsan mən deyə bilərəm. Məsələn, yəni kör-körünü məhv edir. Homo Heidelberg dediyimiz kimi Ergaster'in Afrikada davamı olaraq düşünür. Və Heidelberg ümumiyyətlə bizim təkamül sapienslər üçün niyə önəmlidir? İlk öncə Heidelberg haqqında məlumat vermədən əvvəl onun qolu haqqında danışım. Çünki sapiensə niyə gəlib çıxır? Heidelberglər də eynən Erectus'la eyni taleyə yaşayıb, qitə dəyişib. Afrikadan çıxıb. Bəli. Afrikadan çıxarkən Heidelbergin Afrikada qalan qolu sapienslərdir, erkən sapienslər. Yenə evdə qalmışlar biz. Evdə qalmışlar, erkən sapienslərdir. Daha sonra şimala getdikcə Avropada, Qərbi Asiyada formalaşmış qolu Neandertallardır. Bugünkü o məşhur İdeallar. Daha sonra indi burada fikir ayrılığı var, amma mən bunu dəstəkləyirəm. Deyirlər ki, Cənub-Şərqi Asiya, Şərqi Asiyadakı qolu isə Denisovlardır. Yes. Bunlar haqqında məlumatı Heidelbergdən danışır. Bayaq dediyim kimi 1907-ci ildə səhv eləmirəmsə Almaniyada Heidelberg şəhərində tapılıb, çənə sümüyü tapılıb. Bunu da elmdə Mauer 1 adlandırırlar, həmin çənə sümüyün. Heidelbergdən yəni onun kod adı da muzeydəki. Elə kodlaşdırıblar. Təxminən 700 min və 200 min il əvvəl aralığında yaşayıblar. Anatomik quruluşuna baxsaq, beyin ölçüləri 1100-1400 sm. Çatır da bizə. Artıq çatır. Bundan başqa qaşdı çıxıntılarına baxsaq qalındır, ikiyə bölünür və bu əlaməti Neandertallara keçirir. Neandertallarda da eynən qaşdı çıxıntıları bu tipdədir. Kəllə çənə sümüyünə baxır. Çənə zərləri, ümumiyyətlə kəllə sümüyü yaxşı inkişaf edib, möhkəmdir. Avropada yaşayan qolları ki, növbəti missiyada, mərhələdə Neandertal olacaq, daha güclüdür, möhkəmdir və soyuğa davamlıdırlar yaşamaq üçün. Mən sevdiklərim. Onlar aurası başqadır. Daha əzəllidir. İnanırsan Braziliya funkları musiqisinə ən yaxşı editorlara gedərdi. Yəni Heidelberg haqqında əsas anatomik quruluşları bunu deyə bilərik. Ümumiyyətlə çənələri irəlidə, amma çənə çıxıntısı yoxdur. Yəni ümumi deyə bunlar deyərəm. Bəs mədəniyyətləri haqqında nə deyə bilərsən Heidelberglərin? Heidelberg mədəniyyəti heç nə, həmin ki bu Aşil mədəniyyətinin damcılarıdır. Yəni onlarda xüsusi bir dəyişim yoxdur və Heidelberglər Şərqi Afrikadır. Müasir bu Avropa ərazilərində, Asiya ərazilərində dediyin kimi olub. Bir də səhət çox maraqlı bir detal deyim, azıxantrop deyirlər. Bayaq söylədiyini bu Neandertal türüdür. Yəni Homo Heidelberg Neandertala doğru təkamül edir. Bir də ki bu təkamül məsələsinin bir də yaxşı bir bənzərlik deyim. Rəngin dəyişimi var. Məsələn qırmızı rəngdən sarı rəngə keçir. Nə vaxt sarı rəng başlayır onu deyə bilmirik də. Sarı rəng nə vaxt tam oldu onu görürük. Başlanğıcı deyə bilmirik. Bəli, o arada qırmızı sarıya doğru gedəndə o rəngi anlaya bilmirik. Təkamül də belə keçir. Yəni birdən-bir oyanıb mən bu gün Neandertalam demədi o Heidelberg. Zamanla dəyişdi və artıq müəyyən keyfiyyətlərinə görə ona Neandertal adlandıra bilərik dedik. O da ki yenə deyirəm, o bölgə də bizim əlimizdədir böyük ölçüdə. Və bu azıxantrop, bizim tapılan azıxantrop Heidelbergdən Neandertala keçiddir. Yəni Azərbaycan ərazisində tapılan ən qədim insan fosili o çənə sümüyü. Neandertaldan sapiensə keçid. Heidelbergdən bəli, qadın çənəsi. Bu bir növ Heidelbergdə Neandertala keçiddir.
Yəni deyirəm ki, birazcıq Heidelberglərdə düşünülür ki, texnologiya Erectuslara nəzərən qismən yuxarı olub və Erectuslardan fərqli olaraq daha az arxaik xüsusiyyətlər daşıyıblar. Bayaq da özün söylədin. Belədir. Keçək növbəti və Neandertal Neandertallara. Neandertal Denisovadan danış. Hə, Neandertallara. Neandertallar bayaq dedik Heidelbergin Avropa və Qərbi Asiyadakı olduğu. Ümumiyyətlə Neandertallar bayaq məsələn Heidelberglə boyuna baxırıq ki, 1.65, 1.70-ə qədər gəlib çıxır. Amma Neandertalların boyu nisbətən kiçikdir. 1.55. 1.55 kişiləri deyəsən 1.55 qadın, 1.65 kişilərdir sən. Short Kings. Əslində elə adında ilk dəfə Almaniyada Neander vadisində tapılıb deyə adını da oradan götürür. Təxminən hardasa 400 min, 40 min, bəzi mənbələrdə 30 min il əvvələ qədər yaşadığını deyir. Bundan əlavə olaraq Neandertalların anatomik quruluşuna baxaq. Beyin ölçülərinə baxırıq ki, 1450-1600 sm. 2000 də var. Hətta bugünkü Sapiensdən də böyükdür. Əsasən soyuq iqlimdə yaşadıkları üçün soyuq iqlimə uyğun əlamətlər qazanırlar. Məsələn, burunlarına baxırsan iridir. Üzlərinə baxırsan iridir. Qaşüstü çıxıntıları qalındır. Bayaq dediyimiz Heidelberglərdəki kimi ikiyə bölünür. Bədən boylarına baxsan kiçikdən məzəli və güclüdür. Yəni bayaq deyirsən qarşılaşım, yəni qarşılaşmır. Ancaq Pulangurovla başqa qarşılaşmır. Pulanqur məndə yəni birazcıq zəkada o da heç o da girdi elə, yəni. Artıq o zəka məsələsi də beyni böyük olsa da orada beyində formalaşmış mərkəzlərdən asılıdır ki, Sapiensdən əsas fərqləndirən o digər insanları. Neandertallarda bu əlamətlər əsasən özünü göstərir. Keçək Denisovlara. Maraqlı bir qol. Denisovlar bunun haqqında ilk fosil 2008-ci ildə Sibirdə Denisov mağarasında tapılır. Belə ki, bir çənə sümüyü tapılır ilk olaraq. Sonra bir barmaq sümüyü tapılır. Barmaq sümüyü. Sonra çənə və diş sümüyü. Bu yaxınlarda da Neandertalın Denisovanın qarışımından doğulan bir insanın sümüyü tapdılar. Yəni həm Neandertal genləşir, həm də Denisov çox maraqlıdır. Yəni onlar da qarışırdı. Elə Avropadan gələn köçlər Asiyadakılardan qarışırdı. Denisovların həmin o ilk tapılan barmaq sümüyünə baxırlar ki, bunun ümumiyyətlə genetik koduna bağlı nə Neandertal deyir, nə Sapiens. Başa düşürlər ki, bu ayrı bir növdür, Homo növüdür və bunu elə həm mağaranın adını verirlər, Homo klassik bir qaydada, Homo Denisov. Ona görə çox Avropa idi, Avropa adlardır. Neandertal, Heidelberg, hamısı Afrikadadır. Məsələn, Neandertallar dediyimiz kimi əsasən Avropa, Qərbi Asiyada yayılmışdısa, amma biz Denisovlara baxırıq. Sibir, ümumiyyətlə Altaylar, Tibet yaylasında, Altaylardan Tunaya, Tibet yaylasında, Cənub-Şərqi Asiyada əsasən Denisovlar yayılmışdır. Yəni Qvineya, Papua Qvineya yerlərindən çox genetik Denisovlar gəlir. O mövzuya gələrik. Çox genetik, çox qəşəng mövzudur. Əslində bütöv kəllə sümüyü tapılmayıb deyə təxmini verirlər 1200-1400 sm kubu ola bilər. Beynin həcmi. Erectusdan yekə, Neandertaldan Sapiens. Yəni Neandertal Sapiens arası bir şeydir, belə təsəvvür edir. Amma zəkada işte geri deyirlər də. Məsələn Neandertallarla oxşarlığı əsasən güclü, yəni məhkəm, bərk olmalar, onlar da güclü olur. Bir dənə bir xüsusiyyətləri də var. Diafraqmaları daha geniş olduğuna görə su altında daha çox qala bilirlər, oksigensiz ortamda daha çox qala bilirlər. Ona görə Tibet yerlərinə bu gen keçib və Tibet yerlərində dağda yaşayan xalqlarda da bu xüsusiyyət var. Bəli, ümumiyyətlə məsələn Sibirlərdə baxırlar ki, az oksigenli mühitə uyğunlaşma var. EPAS1 genidir buna səbəb. EPAS1 geni. Denisovlardan keçib. Denisovlardan keçib. Görürsən, yəni bizim hətta qalmamıza səbəb olublar. Nəysə, davamına keçək. Mən burada bir sual vermək istəyirəm. Çünki mənə çox maraqlıdır. Yəni Neandertallarda deyirlər ki, mağaralarda baxırlar ki, müxtəlif rəsmlər çəkirlər. Bəli. Yəni ibtidai incəsənət deyirlər də. Bu haqqda nə deyə bilər? Çünki bu artıq ara fərq açır da əvvəlki mədəniyyətlərdən. Belə bir incəsənətə dair bir şey olur. Hətta Heidelbergdə də deyirlər olub, amma tapılmayıb. Heidelbergdə şey tapılır. Yəni Neandertalda öncəki insanda belə ilkin inanclar tapılır. Öləndə embrionu bənzər formada bastırmazat var. Yəni var bunlar əslində. Biz tapdığımız qədərlə danışırıq. Neandertal ayının bu sümüyündən hazırladıkları bir fleyta var. Onu rekonstruksiya elədilər. Beethovenin hansı musiqisini belə onun ritmi ilə çaldılar. Dəhşət bir şeydir. Artıq məqsəd yönü şəkildə bir şey. Hayır, götürüb ayını ovlayıb Xorvatiyada hansısa bir mağara olmalıdır. Ayını ovlayıb götürüb bu sümüyündən deşib onu fleyta düzəldib. Yəni bu üstün bir xüsusiyyətdir. Rəsm əsərləri var. Gördüyünü qəşəng çəkə bilir. Yəni faktiki görür, anlayır, onu təsvir edir.
Ondan sonra baxırıq ki, Neandertallar bilirsən bayaqdan güclüdülər və yaşadıkları region buz dövrü olduğuna görə buz dövründəki o böyük canlıları ovlayanda çox yaralanırdılar. Bizim kimi uzaqdan vurub qaçmırdı. Nə edirdik? Gedirdi, yaşadaq özü də güclüdür. Vururdu məsələn qıllı gərgidana onu vururdu və beləcə tapılan Neandertalların əksəriyyətinin yaralı olduğunu görürük. Yəni döyüşüb və zədələnib. Amma sağ qalıb. Niyə sağ qalıb? Çünki digər qrup nümayəndələri onu həyatda saxlayıb. Yəni bu mədəni kültürel xüsusiyyətlərin inkişafı, mənəvi keyfiyyətlərin inkişafıdır. Artıq xəstəyə qayğı. Bəli, xəstəyə qayğı var. Bax, burada önəmli məsələ nədir? O xəstə funksional olaraq artıq qrupa xeyir vermir. Funksional olaraq vermir. Yəni gedib oğlanlar nə bir şey deyir. Məsələn, səhv eləmirəmsə, Şimali İraqda iki mağaraların birində Snejder nədir? Belə Snejder futbolçu dedimi? Snejder mağarası var. Belə bir Sanidar mağarası var. Sanidar mağarasında Neandertalın fosilini tapıblar. Üzü zadı dağılıb da pis günə düşüb, vurublar. Yəni hansısa bir ovda mı olub, başqa bir Homo sapiensin döyüşdə mi olub, Homo sapiens dedilər. Çünki ola bilsin hansısa bir üstün texnologiya ilə vurulub, biraz üstün texnologiya ilə. Uzun müddət yaşayıb. Yəni digərləri onu, hətta onun üçün çeynəyib yeməyə verirdilər. O dərəcədə onu xilas ediblər. Bu adamın zədələnib bir qrupa qatqısı yoxdur. Buna rəğmən onu qoruyurlar, onu saxlayırlar. Bu o deməkdir ki, artıq insanlar arasında o kommunikasiyadır, dostluqdur, sevgidir, bu tip şeylər böyük ölçüdə, yəni abstrakt təfəkkürü böyük ölçüdə inkişaf eləyib. Neandertal mədəniyyətinin ən xüsusiyyətlərindən biri budur. Bir də bu zədələrdən də əlavə bir şey də söyləyim. Bu beynin böyük olması da bədənin hissələrinə əlaqəlidir və onların beyni bizim kimi prefrontal bölüm, yəni bu hissəsi deyil ki, biz zəka böyük ölçüdə buradan qaynaqlanır. Burada isə görmə bacarıqlarıdır. Burada onlarda böyükdür və çünki bilirsən də məsələn bir dünən elə danışırdıq. İnuitlərdə bilirsən göz eynəkləri var. Inqulq deyirlər, belə bir şey deyirlər həmişə göz eynəklərinə. O göz qıyıq olandan nətər görsənirsə o daha da göz qıyır. Onların göz qıyığı 2 qat qıyır. Nə üçündür? Bu qar digər təbiətdəki nəslələrdən fərqli olaraq düşən işığı daha çox əks elətdirir. 70-80-90%-ə qədər əks elətdirir. İşıq, günəş işığı dəyər qara, qayıdır insanın gözünə. Ona görə o tip eynəkləri taxırlar ki, o işıq onun gözünə təmas eləməsin. İndi düşün Neandertalı buz dövründə yaşayır. Hər tərəf qardır. Onun gözü davamlı olaraq o təsir altındadır. Ona görə onun gözü də təkamül eləyib. Yəni gözləri bizdən daha yaxşıdır. Bəli, eynəsi biz onu sapiens eynəklə düzəldir eləyirdisə, bu inuit sapiens artıq bu Neandertalın özünün təkamülündən düzəldiyi düşünülür. Hətta deyilir ki, ağ qarın içərisindəki ağ tülkünü seçir. Məsələn biz 100% ilə gözümüz görsə, o 200-250%, 300%-ə qədər görə bilir gözləri. Yəni daha yaxşı seçir. Çünki bu ovçudur da, yəni üst bir yırtıcıdır. Hər bacarıqları var. Bir dənə xüsusiyyətləri çox maraqlıdır. İnəklərdə və ot yeyənlərdə gözlər bu tərəfdə olur, ətrafı daha yaxşı görsün deyə. Bizim kimi ovçularda isə göz qabağa gəlir, çünki birinə fokuslansın deyə. Bu da çox maraqlı bir detal idi. Səhv eləmirəmsə belə idi biologiyada. O vaxt oxuyanda görmüşdüm. Həminki bu Neandertalın da beyninin müəyyən qismlərinin böyük olması budur. Bir dənə maraqlı bir detal demək istəyirəm. Dünən gecə səhər dedim, yatdın, cavab vermədin. Amma getdim özüm araşdırdım. Bu mamont var, mamontda və yaxud da ki similodonda. Yəni bu buz dövrü canlılarında bel tərəfi şişir, böyükdür. Onu araşdırdım, səndə onun səbəbi qarıymış. Qarı yara-yara gedirdi, ön tərəf daha güclü olmalıdır və deyir Afrika fillərində də bu var. Başda yekəli deyə, baş ağrı deyə. Elə boyun əzələsi trapez əzələləri var, məşq edir belə. Ancaq trapez eləyirlər. Bəli, ora böyük. Ora böyük. Neandertalda da elədir. Neandertalda baxırıq ki, elə bu formada qalıb. Sümüklərinin hazır rekonstruksiyalarında böyüksə bura, yəni bu hissə böyükdür. Başın ətrafı. Ümumiyyətlə sinəsi çox genişdir, çiyinləri güclüdür, qol güclüdür, ayaq da güclüdür. Sənələri sadəcə qısadır da. Belə bir şey. Yığcam da, qardaş yığcam. Yapon tankları var ya birinci, ikinci dünya arasında. Balaca amma güclü də, bax onun kimi bir şeydir. Nəysə davam eləyək. Neandertal Denisovanı falan söylədin. Növbəti gəldi. İndi istəyirsən bir dənə sapiensin miqrasiyasından danışaq. Sapiensdən bəhs edirsən, danışaq yoxsa miqrasiya? Ya sapiensdən danışırıq. Homo sapiens bayaq söylədiyim kimi evdə qalmış uşaqlardır. Yəni bu Heidelberglərin Şərqi Afrikadakı qolundan törədiyi düşünülür 300 min il əvvəl. 300 min il əvvəl bu törəyən insan qrupuna da biz ilkin, ibtidai Homo sapiens deyirik. Yəni daha doğrusu erkən Homo sapienslər. Yəni bugünkü sapienslər yəni saf deyil də. Onlar da saf deyil, amma saf erkən biz indiki Homo sapiensi deyirik 40-60 min il əvvəlki Homo sapiens. Dən bəri biz çox böyük dəyişim keçirməmişik, amma 300 min müəyyən qədər fərqlidir, amma o bizik o da bizik. O Homo sapiens ilk köçü 100 min il əvvəl, daha doğrusu o köçlər Afrika daxili köçləri söyləmirəm. Afrika daxili köçlərdən biri məsələn 100-120 min il əvvəl Cənubi Afrikaya olub. Cənubi Afrikadakı San xalqları var.
onlardan gəlirlər. Bushmen deyirdi ingilislər onlara, Avropalılar. Həminki o Saan xalqları o danışırlar, bax o ağızları səsi ilə. Bax onlar şeydir. Məşhurdur bu gün. 100 min il, 120 min il öncə gəliblər. Onların genetik olaraq bu göstərilir. Məsələn, Qərbi Afrikadakı bir çox tayfalar var. Heç birinin adını yadımda saxlaya bilmədim. Həminki o tayfalar, həminki o tayfaların 300-290 min il öncə Y xromosomuna baxanda, yəni genetik olaraq baxanda görülür ki, orada 300 min il əvvəldən bəridir yaşayırlar. Yəni Homo sapiensin, Yəni ata xəttinə baxıb. bəli, Homo sapiensin Afrika daxili bir köçü var. Amma biz nəyə meyillənirik? Avrasiyaya, çünki biz Avrasiyadayıq da, Asiyadayıq, Bakıdayıq. Homo sapiensin köçündən danışanda biz əsas indi iki köç, Amerika və Avstraliyadan danışacağıq. Təsirinə görə bu iki köçü öndə tuturuq. Çünki daha böyük gəliblər, yəni Megafaunalar falan dağılıblar. İndi bəhs edəcəyik. İlk 100 min ildir. İlk 100 min il əvvəl müasir Misir tərəflərdən köç eləməyə çalışdılar. Hamısı qırılıb. Qırılma səbəblərini bilmirik. Böyük ehtimal Epstein-Barr virusu var. Onun haqqında belə bir şey oxumuşdum. Birincisi, bayaq biz dediyi Neandertallarda bəzi əlamətlər məsələn var ki, soyuğa dözümlüdülər. Ümumiyyətlə Afrikadan çıxmış sapiens necə soyuğa dözümlü ola bilər? Görünür az nəfərlə çıxıblar deyə. Bir də ki, həmin o hansı ki Neandertalların immunitet olan virus, parazit xəstəliklər. Epstein-Barr-da, hə. Bəli. Sapiensin immunitet olmadığı üçün dözümlülüyü, Bəli. yaranmadığı üçün məhv olub. Bəli. Odur, o 100 min il yanaşma var. əvvəl də o ilk 100 belə deyim də, əslində bu köç bir cənub olur, bir şimal olur. Cənubdakılar bu gün də qalsa an xalqları. Elə bu köçün adamını anlamağa çalışsa sanlara bax. Bu qədər bəsit. O düzdür, biraz dəyişmiş formasında. Amma şimaldakılar həminki o Misrə tərəf köç eləyən Homo sapienslərdir ki, onlar uğursuz olurlar. Amma bilirik ki 75-60 min il əvvəl əslində kiçik köçlər var ha. Amma çoxu qırılır. Hardan bilirik? Genetikadan bilirik. Çünki gələnlərin hamısı eyni gendən gəlir. Yəni bu gün sağ qalmış bütün insanların hamısı 60-75 min il öncə o bu gün vətəndaş müharibəsi var Yəmən. O Yəmənlə Cibuti tərəfdə Babil-Məndət boğazı var. Ərəbistan yarımadası ilə Afrika. O Babil-Məndətdən keçirlər Yəmənə, Omana. O tərəfdə Ərəbistan o vaxtı bu qədər səhra da deyildi. Meşəlik olduğu düşünür. Oradan keçirlər qəşəngcə İran platosundan keçirlər, İrandan keçirlər, oradan Pakistan. İndiki müasir terminlərlə deyirəm təbii ki, Hindistana və oradan keçirlər İndoneziyaya, Malay arxipelaqı, oradan keçirlər Avstraliya yerliləri olurlar. Bu birinci köçlər, ilkin köçlərdən biri sayılır, Avstraliya yerliləri köçü. İkinci köç isə Amerikaya gedən köçdür. Demək bu Homo sapiensin də bu regiona gələndə gördüyü canlı təbii ki Neandertaldır, yəni üst yırtıcı dediyimiz. Üst yırtıcı əvvəl düşündü ki, bir-birini döyüşüblər və onları yemişik. Bunu dramatikləşdi filmlərdə deyirlər. O bir dənə səfeh bir kişi vardı, film vardı belə ağbaş. Biz qohumlarımızı tapanda bilirsənmi nə etdik? Onları yedik. Yeri getdi. Yemədi, yeyib eləmən nağıl. Onlarla qarışdım. Bu gün sən onda yanında sənin Neandertal sənin içində dursa. O gəlir, təbii ki döyüşənlər, bir-birini öldürənlər də oldu, amma kim çoxalmayıbsa həyatda qalmadı. Çünki immunitet məsələsi var. İmmunitet məsələsi virus səni parçalayır, öldürür. Amma o kim ki Neandertalla qarışıbsa, onlar həyatda qalırdılar. Və beləcə Neandertalla və Denisovalarla bir qarışım baş verdi. Amma eyni vaxtda Afrika daxilində bir çox digər homo qruplarından da qarışmışıq. Amma onlar hər iki fosilin zadını tapmamışıq, bilmirik. Amma genetikamızda var. O bəzi bilinməyən homoların genləri var hələ də. Yəni Afrikalılar da qarışıb əslində. Yəni biz Neandertalla burada Heidelberglə qarışarkən, onlar da Afrika daxilindəki hansı hominidlərlə qarışdığı düşünülür. Amma burada belə bir detal var. Neandertalla və Heidelberglə qarışa-qarışa bu regionları öyrəşdirik və onları içimizdədirdik. Bu assimilasiyadır. Necə? Nətər? Bu Homo sapiens bunu millətlər arasında eləyir. Bir millət çox saylı gəlir, kiçik saylı bir millət gəlir çox saylı millətin içərisinə və onların dilin zadını dəyişə bilir. Amma günün sonunda bu onun içində əriyir, genetik müxtəliflik yaranır. Homo sapiens qrupları arasında. Məsələn üçün 70 min il əvvəl ortaq ata deyək ki, Avstraliyadan bir qrup insan çıxır gəlir Afrikaya. Axırıncı dəfə 75 min il öncə biz Saan xalqı, Saanla 100 min il öncə Saanlı ilə Avstraliya aborigeninin, Cənubi Afrika ilə Avstraliya aborigeninin ortaq atası yaşayır. Bunlar gəlib bir-birindən qarışırlar. Və nəticədə nə baş verir? Yeni bir genetik müxtəliflik baş verir. Amma Avstraliyanın sayı çox olsa, Avstraliya autosom genləri daha baskın olacaq deyə artıq o Bushmenlər Avstraliya yerlərinə daha çox oxşayacaq, çünki sayca o çoxdur. Neandertallar sayca az idi, bizimki böyük qruplarda yaşaya bilmirdilər. Bu beynəlxalqdə abstrakt təfəkkürdür, qruplu və digər şeylər. Qeybət bacarığı, prefrontal korteksin böyüklüyü. Sapiensin sayı çox olduğuna görə Neandertallar içindədir. Amma demək olar ki, hər kəsdə bu gün Neandertal geni var. Belədir. Elədir. Yəni ümumiyyətlə o haqqda iki nəzəriyyə var. Biri çarpazlaşmadır, biri əvəz etmə nəzəriyyəsi. Təxminən 70-75 min il əvvəl biz köç edən Neandertallarla qarşılaşanda düşünürəm ki, bu dəfə böyük qruplarla gəldik biz. Çünki bu önəmli amildir. Çarpazlaşma nəzəriyyəsinin tərəfdarları sən dediyidir. Deyir ki, aralarında cinsi bir istək yarandı və
tam nəslin bitirənə qədər Neandertallarla qarşılaşdıq. Əvəz etmə deyir ki, qırdıq, batırdıq. Yəni areal uğrunda, qida uğrunda aramızda mübarizə yarandı, amma bayaq dediyin o məsələ bugünkü xalqlarda Hamısında var. genetik oxşarlığın tapılması Avrasiyalılar, Afrikalılar tarixi. Çarpazlaşmanı dəstəkləyir. Məsələn, bu gün Avropa xalqlarına baxırıq. Biz ümumiyyətlə Qərbi Asiya, hardakı Neandertallar əsasən olub görürük ki, bunların da təxminən 4%-ə qədər həmin sapienslərdə Neandertal geni var. Bir də burada Homo sapiensin Neandertalan qarışması da ona həyatda saxlayan əsas keyfiyyətlərdən biridir. Qafqazlarda da yüksəkdir, Çinlərdə də yüksəkdir qarışımların göstəricisi. Bir də iynənin kəşfi. Axı buz dövrünə gəlib, bədəni də Afrikaya bədəninə uyğundur. Həm də bundan daha üstün keyfiyyətlərə sahib Neandertalda fərq var. Bu üstün keyfiyyətlərə sahib deyil. Nə qədər qarışsa da bu tam bunu əldə edə bilmir. İynə kimi kiçik o detalların kəşfi ilə biz bilirik ki, artıq paltar zad düzəldir və həyatda qalır. Bir dənə də üstün xüsusiyyəti var. Daş çeşidliyi. Məsələn, mikrolit alətdə, yəni də kiçiklərlə ox düzəldə bilir artıq. Məsələn, daşda ümumiyyətlə deyəsən həmin alətin nüvəsini çıxardırlar, formasını. Çırpanda artıq həmin alət, məsələn, nizələr, puçaqlar. O Mustiya mədəniyyətidir. 300 min il öncə. Neandertallar da onun yaradıcısı. Bəli. Neandertallardır. O Mustiya mədəniyyətidir. Birinci nə dedi? Oldovan dedi. Sonra gəlir Aşer, sonra gəlir Levula Mustiya. texnikasıdır. Levula texnikasıdır. Və burada belə bir şey var. Bu Neandertal sapienslər və Neandertalların daşları belədir. Megalitlər var, megalit. Mamont kimi sümüyün yekə canını sümüyün qırmaq üçündür. Yəni buraxır daş ora, qırır, içinə iliyin götürür və digər şeylər. Var kiçik. İliyə ilişmisən ha. Yevkidən kimi yeyəcəm. Orta bayaq söylədiyim o kəsmə doğrama, bir də var mikrolit. Mikrolit artıq sürətli canlıları ovlamaq üçün yayoq kəşf ediblər axı. Onun ucuna qoyduqları o hissəcikli həmçinin qarmaqlar zadlar. Məsələn, bilinən ilk balıq tutma harpunlar zadlar 100 min il öncəyə aiddir, Afrikada tapılıb. 76 min, 75 min il öncəyə ilk yayoqun tapıldığı düşünülür. Sonra bu Avrasiya yayılması gecikdi. Biz deyirik 40 min ildir, mezolit dövründədir, nə bilim, gah 40 min deyirik, gah mezolit dövrü deyirik. Amma hər dövrdə var. Yayığın istifadəsi mezolitdə başlayır. Sonra başqa kültürlə bağlı nə deyə bilərəm deyə düşünürəm. Nizənin kəşfi. Nizə də çox önəmlidir. Deyilir ki, 500-600 min il əvvəl ortaya çıxdığı bəllidir. Hardan bilirik? Taxtası qalmır, amma uzluq qalır, nizə başlığı qalır. Məsələn, Neandertalların nizələri var, amma biz daha uzaq ata bilirik. Ona bağlı da sapiensin bir kəşfi var. Belə yuvacıq hazırlayır, taxta yuvacıq. Nizəni qoyur içərisinə belə buraxanda yuvacıq əlində qalır, onun içindəki nizə daha da sürətli gedir qabağa. Mən möhtəşəm şey. Belə bir yayoq məntiqidir. Və yayoq məntiqi. Nəysə danışdıq bu Neandertaldan, Denisovadan. Dedik qarışıqlar bunlar. Denisovlarla da qarışımı var. Bu gün ümumiyyətlə sapienslərin Melaneziya və Avstraliya xalqlarına baxırıq ki, genetik kodlarında 6% qədər, 3-6% deyək də, Denisov geni var. Bu görünür ki, artıq sapienslərin köçü zamanı Neandertallarla, bir də ki, Cənub-Şərqi Asiyada hamısı ki, bayaq dedik Tibet yaylası, o hissələrdə Denisovlar hakim olub, qarşılaşma olub, onlarla da çarpazlaşma yaşamışıq. Əslində ümumi bir tablo verək danışdıqlarımıza. Yəni sapiens xətti üçün önəmli olan. Biz nə dedik? Habilisdən sonra Afrikada qalan olan qol, yəni Erectus'un Afrikada qolu Ergasdir, Ergasdirdən Heidelberg, Heidelberg Afrikada erkən sapiensə, Avropada Neandertala, əsasən Cənubi Asiyada, Cənub-Şərqi Asiyada Denisova təkamül etdi. Afrikadakı erkən sapiens idi. O sapiens köç etdi, Neandertal, Denisovlarla qarışdı, bugünkü sapienslər yarandı. Bəli. Bir də məncə köçünə biraz köç marşrutuna baxaq. Bayaq Avstraliya. Avstraliya. Məsələn, biz baxırıq ki, 70-75 min il əvvəl Afrikadan çıxan sapiens müəyyən bir yol izləyir. Ona cənub marşrutu deyilir Avstraliyaya gəlmək üçün. İlk öncə yaxın şərqə gəlirlər. Bugünkü Yordaniya, İran, İsrail ərazisi, həmin adlandırdığımız yaxın şərq. Oradan keçirlər Hindistan yarımadasına. Hindistan yarımadasından gəlirlər Cənub-Şərqi Asiyaya. Maraqlı məqam ondan ibarətdir ki, Cənub-Şərqi Asiyaya gəlib çatırlar ki, bura Sund ərazisi adlanır. Hansı ki, o dövrdə Sumatradır, ümumiyyətlə Yava adası falan daha yaxın idi də bir-birinə bir yerdə idi və orada su səviyyəsi onun indi məsələ aşağı əslində orada başlayır. Dediyimiz Sunda da məskunlaşırlar 65 min il əvvəl. Daha sonra artıq qarşısında bir su hövzəsi var. Onun da arxasında Sahul adlanan qitə var. Sahul qitəsi də haradır? İndiki Avstraliya, Yeni Qvineya və Tazmaniyanı belə deyək də bir kontinent idi. Bəli, su səviyyəsi aşağı idi, aralarında torpaqlar
Və Sualtına buz qalmamışdı. dövrü ilə əlaqədar olaraq düşünülür ki, dəniz səviyyəsi 80-100 metr aşağı idi. Yəni ilkin sadə qayıqlarla bu dənizi keçmək olardı və belə bir güman edilir ki, 1000-3000 nəfərlik qrupla Sapienslər ilk dəfə sadə qayıqlarla 8-10 ada təxminən 80-100 kilometr keçərək Avstraliyaya gəldi. Bilmirəm, megafaunaya təsiri məncə növbəti videoya Hə, növbəti videoda danışa bilərik. Yəni dəhşət törədir. Bilirəm, dəhşət və vəhşət. O qırğınlar və digər şeyləri. Nəysə, Sapienslə bağlı artıq Sapiensin keyfiyyətləri ilə bağlı gələn mövzuda danışarıq. Nələr beyində abstrakt təfəkkürdür, anlayışlardır, inanclardır, inanc dünyasıdır, etnogenezisdir. Bayaqdan danışdığımız antropogenezisdir. Antropo insandır, genezisdən yəni törəyiş. İnsan nətər törəyib bundan danışdıq. Növbəti mərhələdə artıq bu antropogenezdən qismən danışıb. Keçəcəyik onun etnogenezinə, yəni o etnoslara nətər bölündü. Yəni bilirik ki, bütün dünya xalqları əslində bu gün insandır, Homo sapiensdir, amma bölünüb etnoslara. Yəni dəfə isə bunun genezisindən danışacağıq. Yəni formalaşmasından, təkamülündən. Buna görə sənə təşəkkür edirəm bu gün gəldin, mənlə bu mövzunu danışdın. Ümid edirəm ki, xoş oldu sənə də. Əlbəttə ki, mən də sənə təşəkkür edirəm. Çox əslində biz həmişə belə bu tipdə söhbətlər edirik, amma elə ona oxşar oldu, çox qəşəng oldu. Daim səndən nəsə öyrənmək də mənim üçün xoşdur. Söhbət etməkdə. Mən də səninlə. Çox sağ ol. Ümid edirəm dinləyənlər üçün də maraqlı olar və mənim ilk təcrübəm idi. Yəni qüsurum olsa əfv ola deyək. Növbətlərdə daha da müxtələşərik. Belə çox sağ ol. Sən də çox sağ ol. Sən də çox sağ ol. Sən də çox sağ ol. Allah